Ölkəmizdə velosiped sürənlərin sayı günbəgün artır. Bir çox park və mərkəzi küçələrdə velosiped yollarının olması da bu nəqliyyat növünə üstünlük verənləri daha da həvəsləndirir. Satışda hər yaşa, hər zövqə, hər büdcəyə uyğun 2 və 3 təkərli nəqliyyat vasitələrini tapmaq mümkündür. Uşağın ad günüdür, onun üçün uşağa hədiyyə almağa gəlmişəm. Qiymətdən çox razı qaldım. 16-lıq aldım. Alanda əsas uşağın rahatçılığı üçündə, ölçüsünə görə, təkərinin keyfiyyətinə görə. Velosiped aldım, uşaq üçün, oğlum üçün 24-dür. Qiymət baxımından da sərfəli oldu əslində. Gözlədiyimdən aşağı oldu qiymət, amma sürmək üçün də uyğundur, ölçüsü uyğundur. Həm də rulu dəyişmək olur da, yaxını istədiyi kimi gətirdi. Qiymətlər isə bu nəqliyyat növünün ölçüsünə, modelinə və keyfiyyətinə görə dəyişir. 25 manatdan 16 min manata qədər təklif olunan velosipedlər həm də sağlam həyat tərzinə üstünlük verənlər üçün əvəz olunmaz nəqliyyat vasitəsi hesab edilir. 12-lik, 16-lıq, 20-lik, 24-lük, 26-lıq, 27 yarımlıq, 29-luq velosipedlərimiz olur. 2 təkərli, 3 təkərli, yeni velosiped sürməyi öyrənənlər üçün 3 təkərli və müxtəlif valideynlə bir yerdə sürə biləcəyi velosiped çeşidlərimiz var. Ümumilikdə 120 çeşid velosipedimiz var. Əsasən uşaqlar üçün 12-lik, 16-lıq, 20-lik modellər daha çox alınır bizdən. Sonra da gənc nəslə uyğun olaraq da 24-lük, 26-lıq, 27-lik, 29-luq modellərə də üstünlük verilir. Qiymət aralığı deyim də sizə, 250-300 manata qədər olan məhsulların alıcıları daha çox olur. Nəinki ondan üstünləri. Məsələn, bizdə var 5 min, 16 minə qədər də velosiped var. Amma ki, onların alıcıları indi hər adam almır da onu. Ən üstün materialla yığılıb, karbon ilə materialımız var. Karbon materialla yığılıb, ən bahalı detallar istifadə olunub üstünə. Və onun fərqi də ondadır ki, o yarış velosipedidir. Sırf yarışda istifadə olunan velosipeddir. Bunlar isə dağda, düzənlikdə fərq eləmir. Alınan məhsulun uzun müddətli olması üçün ona texniki qulluq mütləqdir. Sulu, tozlu saxlamaq velosipedlərin ömrünü azaldır. Burada məsələn bu sürət dəyişdiricilər var. Bunlar hərəkət etdiyi zaman, hərəkət etdiyi zaman bunlar hərəkət etdirilməlidir. Buna məsələn boş bir yerə bunu hərəkət elətdirdikdə bunlar xarab olur. Bir də ki, burada əyləclər var. Bu arxa əyləcdir, bu qabaq əyləcdir. Bunun ikisini bir yerdə istifadə eləmək lazımdır ki, yəni kömürlər, bu əyləcin kömürləri tez yeyilməsin. Onda o keyfiyyəti daha uzun ömürlü olur. Əzələ enerjisi ilə hərəkətə gətirilən velosipedlərlə birlikdə ona uyğun aksesuarların alınması da tövsiyə edilir. Bu isə təhlükəsizlik baxımından vacibdir. Velosiped alınandan sonra yaxınlaşırlar aksesuarlara, ən çoxu kaska, işıq, arxa işıqlardan alırlar. Kaskalar ən ucuzu 10 manatdan başlayır. Ən bahalısı 35-40 manat olur. Eynəklər var, telefon tutacaqları var, siqnallar var, kaşloklar var. Xüsusilə az yaşlı uşaqlara velosiped alarkən onlar həssaslıqla seçilməlidir. Ümumiyyətlə 2-3 yaşdan yuxarı hər kəs bu nəqliyyat vasitəsindən istifadə edə bilər. Vüsal Arifsoy, Bəhram Cəbrailov, Səbuy Sadiq, Telesəhər.